Qızıl qaydalar da bunlardır. Birinci, adi və müqayisə dərəcəli sifətdən sonra sayılan tək isim gəlsə, mütləq sifətin önündə a artiklı yazılır. Məsələn, this is an interesting book. Burada artıq an artiklı istifadə olundu. Çünki isim, book sayılan tək isimdir. Interesting də sifətdir, yəni sifət ismin əvvəlində istifadə olunduğuna görə mütləq də biz a və an artikllarını, qeyri-müəyyən artiklını sifətin önündə istifadə etməliyik. This is a more interesting book. Burada da artıq more interesting müqayisə dərəcəsinə aid olan sifətdir. Burada da deməli book sözü sayılan tək isim olduğuna görə biz mütləq a artiklını sifətin önünə istifadə etməliyik. İkinci, yəli əvəzindən sonra gələn sifətin önündə artikl işlənməz. Məsələn, this is the nicest book. Bu cümlədə artıq biz the artiklını istifadə etməməliyik.